Bu gördüyüm BMW M3E46 GTR sadece bir oyun maşını değil. Bu, real yarış tarixində adını qızıl hərflərlə yazdırmış bir əfsanədir. 2001-ci ildə BMW bu avtomobili xüsusi olaraq Amerikan Le Mans Series yarışları üçün hazırladı. Standart M3-dən fərqli olaraq bu modeldə sıralı 6 silindr yox, 4 litrlik atmosfer və 8 mühərrik istifadə olunurdu. Bu V8 mühərrik təxminən 450 at gücü hasil edirdi və maşın cəmi 1100 kiloqram çəkiyə sahib idi. Nəticə isə çox sadə oldu. M3 GTR traslarda demək olar ki, rəqib tanımadı. 2001 mövsümündə BMW M3 GTR 10 yarışın 7-sində qalib gəldi. BMW isə həm komandalar, həm də istehsalçılar üzrə titulu qazandı. Bu uğur o qədər böyük idi ki, rəqiblər şikayət etdi və qaydalar dəyişdirildi. BMW-dən tələb olundu ki, bu maşının yol versiyasını da istehsal etsin. Nəticədə cəmi bir neçə ədəd M3 GTR istehsal olundu. Bu da onu dünyanın ən nadir BMW modellərindən birinə çevirdi. Amma M3 GTR-ı əfsanəyə çevirən təkcə yarışlar olmadı. 2005-ci ildə Need for Speed Most Wanted oyununda bu maşın əsas qəhrəman oldu və bir nəsil üçün xəyal maşınına çevrildi. Bugün M3 E46 GTR həm real motorsport tarixi, həm də oyun dünyasının ən ikonik avtomobillərindən biri sayılır.